öz həyatımda psixoloji sarsıntı. Ac qalmışam, pulsuz qalmışam. Həqiqətən mən də bu cür şiddətə, bu cür təcavüzə məruz qalmışam yazan adamlar. Mən olsaydım mən öldürərdim. Niyə qayıdır? Cəmaatı qırmaq üçün niyə qayıdırsan? Spoiler vermə. Nigarə konsentrasiya olmaq çox çətin idi. O yaşda o qədər çox şey yaşayan qız, özü az yaşlıda, onların travmasını başa düşmək o qədər çox çətin idi ki, və onu özünə adaptasiya edə bilmək, onu da üzvə göstərə bilmək mimikalarla çətin idi mənim üçün. Mənim üçün də çox çətin idi. Tamaşaçılara çatdıra bilmişiksə, görün biz indi hansı səviyyədə yaşamışıq, o süzgəcdən keçirmişik. Doğrudan da çox çətin idi. Yəni Nigar kimi bir xanımı canlandırmaq, hələ o taleyə yaşayan insanların var olduğunu düşünmək, onu düşünmək kifayət eləyirdi elə Nigar yaşamaq üçün. Məsələn, Kəmalə xanım, biz illərdir həmişə gülərüz, belə zarafatçıl, əsası uşaq verilişinin bir aparıcısı kimi görmüşük. Yəni bu qədər reaksiyasını itirməyə məcbur olan bir obraz üçün hansı hazırlığı görmüşdünüz? Hazırlıq mərhələsi keçdik. Ssenari ilə tanış olmaq, əsas aktyorlarla kimlərlənsə ki, özbəöz oynayacağıq. Onlarla tanışlıq mərhələsi, onlarla ssenarini məşq eləmək, keçmək. Bəlkə də rejissor tərəfdən bu ona maraqlı idi ki, onların, belə deyək də, alınacaqmı dialoqları, alınacaqmı ümumiyyətlə, görüntüdə necə görsənirlər. Demək olar ki, məşq elədiyimiz əksər şeylər, əksər məqamlar çəkiliş meydançasında lentə alınmırdı. Tamamilə başqa fərqli bir şeylər olurdu. Nə qədər məşq eləsən də, nə qədər sən o səhnəyə hazırlaşsan da, çəkiliş meydançasında hər şey dəyişə bilirdi. Dialoqlar da dəyişirdi, hətta ssenari belə dəyişirdi. Gördüm ki, Kəmalə xanım çox məşq eləyirdi. Hardasa bir həftə əvvəlcədən başlayırdı məşq eləməyə, hər dəfə yuxudan oyanırsan ki, Kəmalə xanım, orada tekst oxuyursan. Biz ikimiz aramızda danışırıq, dialoqu məşq edirik, kənardan bütün yaradıcı heyət sənə qulaq asır və onlar başa düşürlər ki, yəni bu sözün burada biraz yeri yox idi. Bu sözü çıxarsaq daha yaxşı olar, daha təbii alınar. Bu qədər ağrı yaşamış qızı canlandırmaq, qorxutmadı səni əvvəlcə obraz gələndə? Təcavüzü görmüş insanın rolunu oynamaq çox çətindir, dəhşət çətindir. Çünki o elə bir travmadır ki, insan onu düşünə belə bilmir. Çünki o qədər qaranlıq şeydir ki, sən onu yəni təsəvvür edirsən ki, yaşamısan bunu, amma bunu həm də özünə şey eləməlisən ki, bu obraz mənimdir də, onun ağlını götürməliyəm. İndi sən təsəvvür et ki, o insan nə yaşayıb ki, mən indi nə düşünürəm. Çox çətin idi. Havadan çıxmaq çətin idi və qeyd elədiyim vəziyyət həqiqətən vardı. Bütün kollektiv sənə kömək eləyirdi ki, sən o vəziyyətə düşəsən. Salırdılar səni vəziyyətə, çox sağ olsunlar. Amma vəziyyətdən çıxmaq doğrudan da çətin idi, ağır idi. Yəni asan deyildi. Mələyin dediyinə qüvvət ki, doğrudan çox çətin idi o vəziyyətə düşmək və o vəziyyətdən çıxmaq. Setə gedəndə heç kim danışdırmırdı bizi. Çilov adasının öz çətinlikləri də Adada qalmaq həm çətin idi, həm çox maraqlı idi. Çətin məqamlarını həmin çəkiliş anında hiss etməməyə çalışıram. Nəyə görə? Çünki mən bilirəm ki, bu qısa bir andır. Maksimum ondan keyif almaq lazımdır. Sən çünki çox sevdiyin bir işi görürsən, çox istədiyin, indiyə kimi arzusunda olduğun bir işi görürsən, bunun çətinlikləri təbii ki olacaq və o çətinliklərdən zövq almaq lazımdır. Bütün dostumuzdan, tanışımızdan, yaxınlıq, yəni bildiyimiz bütün doğmalarımızdan uzaqdaydıq. Bir tərəfdən bu da bizə, bilmirəm, öz içimizdə nələrisə belə filtrdən keçirməyə kömək oldu. Adanın maraqlı məqamları var idi. Çətin məqamlar da vardı, amma maraqlı məqamları çox idi. Nə qədər qaldınız təxminən? Bir ay. Mən az qaldım. Nə qədər qaldı? Bir həftə yarım. Bir həftə, hə. Mən bir ay qaldım adada. Mən qorxurdum orada. Niyə qorxurdu ki? Biz bu otaqda qalırdıq, niyə qorxurdu? Sizdən də qorxurdum. Yazıq xanımlar idi. Anadan da qorxurdu. Qorxurdum, niyə? Çünki təsəvvür edin də heç kim... Ümumiyyətlə, dediyim kimi, çox qorxudurdu bu proyekt məni. İlk işim idi, balacaydım, başqa adaya gəlmişəm, tanımadığım insanlarla. Və ada özü o qədər qorxuludur ki. Çünki az adam yaşayır birincisi, yekə yerdə az adam yaşayır, çox səssizlikdir. Dəhşət səssizlikdir. Çölə çıxırsan, çöldə heç bir səs yoxdur, yəni səssizliyə qulaq asırsan, o dərəcə. Bəlkə o gənc olduğuna görə o səssizlik ona biraz qorxulu, vahiməli gəlirdi, amma mən şəxsən o səssizlikdən biraz huzur, biraz keyif, və yaş fərqi, generation fərqi, bax, burada hiss olunur. O səssizlik ona vahimə verirdi, mənə isə huzur verirdi. Kəmalə xanım, yadınızda deyil, biz çəkilişdə yolda çöldə çəkirdik axı, bəzi çəkilişdə çöldə idi. Ətrafımızda da yaşayış yerləri var, insanlar orada yaşayır.
Mən çöldə dayanmışam tək. Bizim çəkilişdə uzaqdadır da məndən. Mən tək dayanmışam burada. Yanımda belə evlərə baxıram. Evlərdən belə silüetlər, qaranlıq və hamı belə baxır. Çox qorxurdum ondan. Nə bilim. Bir ay Bakıya heç gəlib getmədiniz, yoxsa gəldiniz arada? Bir dəfə gəldim mən. Bir dəfə gəldim, 1 günlük, 2 günlük gəldim və yenidən qayıtdım adaya. Gedəndə gəmi ilə getmişdim. Helikopter. Gələndə helikopterlə gəldim Bakıya. Təzədən gəmi ilə qayıtdım və oradan da adadan da gəmi ilə qayıtdım. Çox maraqlı idi. VIP insan da özü helikopterlə gəlib gəlir. Yox, sakinlər də helikopterdən gəlib gəlirlər. Doğrudan. Hə. 4 nəfər deyilib, əməlli başda avtobus kimi helikopter. Burada yəni hər dəqiqə çıxmır da. Günün bəlli saatlarında, bəlli günlərdə hava şəraitinə uyğun gəmi də helikopterdə görsən ki, hava şəraiti olur ki, ümumiyyətlə gəmi yaxınlaşmır, Biz helikopter yaxınlaşmır. 2-3 günlərə gecikdik, gəmi olmadı. Dedilər ki, fırtına var, getmək olmaz. Çox maraqlıdır. Bax mən orada dondurma tapa bilmirdim. Bir ay maraqlı orada ki, yəni əgər adada yaşayırsansa, hava şəraiti yaxşıdsa, orada hər gün gəmi gəlir, gedir. Amma hava şəraiti yaxşı deyilsə, artıq bir neçə gün ərzaq da gəlməyə bilər. Dostlarımdan, yaxınlarımdan xahiş eləyirdim. Nəsə ürəyimiz bir şey istəyəndə, onlar gəmidə kiməsə verirdilər, gətirdilər adaya. Biz elə istədiyimiz qidalar. Amma orada çox sağ olsunlar, ailələr var idi ki, bizə yemək göndərirdilər, bişirirdilər, göndərirdilər. Sağ Mənə olsun. demişlər. Hə, sağ olsunlar. Yəni ya bizə yaxşı baxırdı da sakinləri. Buradan sağ Kəmərə olsunlar. xanım da mənə yaxşı baxırdı. Hə. Getdik. Kəmərə xanım dedi hamısından götür. Nəyin ürəyin istəyir götür hamısını. Gəncliyimə qulluq eləyirdi. Bir çox cür ola bilərdi. Təsəvvürümüzdə necə canlandırmaq istəyirsinizsə, Nigarın sonunu necə görmək istəyirsiniz siz? Bax, o cür canlandırın, təsəvvür edin ki, Nigar indi o reallıqda yaşayır. Bizim senaristlərin və bizim rejissorun görmək istədiyi son buydu. Və bu son məncə tamaşaçıya daha çox təsir elədi. Daha çox yadında qaldı tamaşaçının. Burada hekayədə bütün Nigarın problemlərinin əsas günahkarı anası idi. Nigar niyə qətllərə anasından başlamadı? Çox maraqlı belə tamaşaçı rəyləri var idi. Tamaşaçılar çox diqqətlə baxırmışlar seriala. Hətta sonra dedilər ki, birinci anasını öldürməlidir. Hətta ən sonda anası özünü assaydı orada daha yaxşı olardı. Ölsəydi daha yaxşı olardı deyən tamaşaçılar vardı. Amma çox maraqlıdır ki, o tamaşaçıya da cavab verən, maraqlı cavablar verən tamaşaçılar vardı ki, bəlkə də rejissor heç onu o ölümə belə layiq görmədi. Yəni onun özünü asa biləcək xarakteri, gücü olsaydı, bəlkə də elə Nigarı əvvəlcədən qoruyardı, müdafiə eləyərdi. Nigar bu sonu yaşamazdı, bu vəziyyətə düşməzdi. Yəni o ölüm belə ona çox idi. Mən olsaydım mən öldürərdim. Mənim yaşımdakı Nigar olsaydı öldürərdim. Məncə. Kimi? Anasını. Mənim yaşımda çox şey eləyib çünki. Mənim yaşımdakı Nigara silah versələr gedib öldürərdi məncə. O yaşdakı Nigar hələ istəyirdi. Belə deyim də, ikinci şansı istəyirdi, yeni Anasına həyat istəyirdi. verməyi. Yox, özü üçün. Yeni həyat istəyirdi. Hardasa rəfiqəsi ona ümid olmuşdu ki, yaxşı insanlar da var həyatda. Biraz ona rəfiqəsini itirəndən sonra hardasa artıq onda hər şey dəyişir. Tək insan var idi ki, ona ümid olmuşdu ki, yaxşı analar da var, övladını qoruyan, övladına görə əziyyət çəkən, hətta tanımadığı bir insana belə ana ola biləcək dərəcədə şəfqəti çox olan insanlar da var deyə Nigar fikirləşib, hardasa ümid işığı görmüşdü. Amma onu da itirəndən sonra artıq gör ki, yox. Bu həqiqətdir, bu belə deyək də, necə deyim, ədaləti özüm yerinə yetirməliyəm, özüm bərpa eləməliyəm. Nigarın cəmiyyətdəki o obrazı nə idi? Qatil yoxsa qurban? Mən Nigarə haqq qazandırmasam, yəni düzgün olmaz. Saçını düzgün yönləndirməmək, o yəni düzgün ifadə etməmək fikrimi ondan qorxuram. Nigarə haqq verməsəydim onu oynamazdım. Məncə də qurban deyə, qurban yox. Düzdür, heç bir problem şiddətlə çözülmür, orası da var. Amma özü öldürməyib ki, Asif öldürüb də. Nigar heç kimi öldürmür, Nigar bir dənə sədri öldürüb. Asifi də saymırıq. Asif də saymırıq. Asif də saymırıq. Siz özünüz qərar verin. Məncə də. Haqlıdır, eləməlidir ya yox. Mən fikirləşirəm ki, öz həyatını yaşaya bilməsi üçün eləməməli idi.
başqa cür cəza tapmaq olardı. Xoşbəxt olmağını bir tamaşaçı kimi ürəkdən istəyirdim ki, Nigar hər şeyi unutsun və öz həyatını yenidən qursun. Amma Bəlkə də Nigarın yaşadıklarını yaşasaz, yaşasaz, o hissləri keçirsəz, o travmalar üst-üstə alsaz, bəlkə də həmin şeyləri fikirləşməyə bilərsiniz. Amma təbii ki, ən yaxşısı olardı ki, rəfiqəsinə heç nə olmazdı. Nigar yenidən o travmanı yaşamazdı, o acını hiss etməzdi, o acılar təzədən onda yenilənməzdi, o yaşadığı travmalar və bu yolu seçməzdi. Bir sualım var. Sizcə Nigar özünü öldürməsəydi, Nazim onu polislərə şey eləyərdi ki, eləyərdi. Məncə eləməzdi. Sakitcə dayanardı, heç kim heç nə deməzdi. Bəlkə də elə də olardı. amma bir tərəfdən işi daxilində. İşini seçərdi, sevdiyi qadını yox. Məncə sevdiyi qadını seçərdi. Məncə artıq hər şeyin üstü açılmışdı. Nazim heç nə edə bilməzdi. Nazim də çarəsiz idi. Bir də Nazim bilirdi axı. Bir də Nicat bilirdi. Nicat bilirdi, Nicat da onun. Yəni biraz belə Qəliz məsələ. çox qəliz məsələdir. Ən çətinlik çəkdiyiniz səhnələri soruşum. Həm mənəvi cəhətdən, həm belə fiziki cəhətdən. Mənimki bilinir də təcavüz səhnəsi. Avtobus dayanacağında dayanılan, sonra qaçdığım səhnə çox çətin səhnə idi. Məndə isə çox səhnələr vardı ki, çox çətin idi. Yəni o ölüm səhnələrinin əksəriyyəti çətin idi. Həm psixoloji cəhətdən o vəziyyətə düşmək, o hissləri keçirmək, yaşamaq, çəkiliş prosesinin özü çətin səhnələr çox idi, bəli. Yəni deməyəcəm ki, hər şey asan keçdi. Asan keçən heç bir səhnə yox idi. Hamısında ağır yük var idi. Belə çəkilişi qurtarırdıq. Biz öz rolumuzdan çıxmazdan əvvəl bir dənə səs gəlir. Yemək davay. Yemək gələndə. Yemək gələndə Nigar qaldı orada, biz gedirik yemək yemək. Hardasa Nigarın hardasa belə təsirləri qalıb. İstədiyin belə deyim, bir ifadəni tez-tez səsləndirəndə belə o ifadənin ağzından çıxan sözün sənin həyatına mütləq bir təsiri var. İndi bu uzun müddət Nigarla yaşamaq, Nigarla yatmaq, Nigarla durmaq, Nigarla söhbətləşmək ola bilməz ki, sənin həyatını bir iz buraxmasın. Həqiqətən onun mənə təsiri var. Özüm də ağır öz həyatımda psixoloji sarsıntı və yaxud da belə vəziyyət yaşayanda özümlə danışıb, sakitləşdirib, yavaş-yavaş o vəziyyətdən çıxmağa çalışıram. Elə bunda da elə oldu. Yavaş-yavaş özümlə danışıb, Nigarla sağollaşdım, amma yenidən efirə gedəndə yenə o Nigarla qarşılaşdığı üzə gəldi və doğrudan da çəkiliş proseslərində ayrı bir təsiri var idi Nigarın. Efirdə baxanda tamam başqa bir təsir var idi. Məsəl üçün bir seriya var idi ki, orada Nigarın özü yox idi. Mən indi baxanda hansı sənədə özüm çəkilmişəmsə, orada az da olsa qayıdırsan, o çəkiliş prosesləri yadına düşür, kamera arxasında baş verənlər yadına düşür, necə hazırlaşmışdıq, necə olmuşdu, nə çəkilmişdi, nə gedir efirə. Onu biraz belə düşünürsən. Amma 8-ci bölüm idi, səhv eləmirəmsə, orada böyük Nigar yox idi. Tamamilə kiçik Nigar, uşaq Nigar və orta yaşlı Nigar var idi, gənc Nigar var idi. Mən seriala tamaşaçı kimi baxdım və hardasa bir yarım saat tavana baxdım serialdan sonra. Doğrudan da o çəkilişlərdən heç birində mən yox idim. Yəni aktrisa kimi iştirak eləmirdim. Hardasa tamaşaçı kimi bəlkə dayanmışdım kənarda, amma özüm iştirak eləmirdim və doğrudan da mənə təsir edir və tamaşaçıları anladım. Nələr yaşadıklarını anladım. Və çox təşəkkür edirəm. Çox təşəkkür edirəm tamaşaçılara ki, baxıblar, bəyəniblər və fikirlərini də əsirgəmirlər. O yaxşı fikirləri deməyi, səsləndirməyi, onu bizdən əsirgəmədiklərinə görə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Yəni keyfiyyətli işə laqeyd qalmaq olmur. Bəlkə də amma o yaxşı fikri səsləndirməyi də bacarmaq lazımdır. Ona görə tamaşaçılara dərin təşəkkür edirik ki, baxdılar və dəyərləndirdilər. Eyni taleyi yaşayanlardan yazan oldu, sizlə bir bağ qurub ən azından. Mən elə danışanda da belə dedim ki, məsəl üçün Nigarın gənclik illərində mən də keçirmişəm bunları, nə bilim, ac qalmışam, pulsuz qalmışam deyənlər. Amma ən təsir eləyən həqiqətən mən də bu cür şiddətə, bu cür təcavüzə məruz qalmışam yazan adamlar. Yəni onları yazanda yəni başqa hisslər keçirdim. Yazırlar ki, bəs mən də vaxtında belə olmuşam, mən də bunları yaşamışam.
deyirsən ki, mən bunu yaşamamışam, amma çox sağ ol ki, bunu deyirsən. Belə deyənlər də vardı ki, tanıdığım bir adam yaşayıb belə bir başına Hə. gələn hadisələr vardı, nə bilim. Filan kəsin başına gəlmişdi, ona görə çox pis oldum. Hətta yəni qəbul edənlər də vardı ki, yəni mən bu şeyləri yaşamışam. Çox sağ olun ki, bu cür belə deyək də tamaşaçılara təqdim elədiniz, belə bir hadisələrin var olduğunu, belə bir gerçəkliyin var olduğunu təqdim elədiniz deyə təşəkkür edən tamaşaçılar çox idi. Başına gələn insanlardan belə geri dönüş almaq o biraz çox acı idi. Mən nəyə çox sevindim? Hardasa bir 7 bölüm tam yəni mən kommentləri izləyirdim, baxırdım, nə yazırlar, necə də tamaşaçıların reaksiyası. Çox sevindim ki, heç bir tamaşaçı orada Kəmalədən danışmırdı. Kəmalə belədir, Kəmalə belə oynadı. Kəmalə adı səslənmirdi, Nigardan danışılırdı. Nigar deyilirdi və bu mənə çox yaxşı təsir elədi ki, deməli orada Nigarı görürlər, məni görmürlər. Deməli mən orada Kəmalədən əsər əlamət saxlamamışam. Orada Nigar var imiş. Bu məni çox sevindirdi. Buna görə təşəkkürümü bildirirəm bütün yaradıcı heyətə. Rejissora təşəkkürümü bildirirəm. Onun çox böyük əziyyəti var. Yəni bizi inandıran oydu. Emil Quliyevə təşəkkürümü bildirirəm. Bütün yaradıcı heyətə, hər kəsə təşəkkürümü bildirirəm. Buradan salamlayıram. Sağ olun. Çox keyfiyyətli layihələr təqdim edildi. Amma Tilov ilk layihə idi ki, burada bir qadının problemi həqiqətən ümumiləşdirildi. O nigarların simvolunda bir nigar əslində orada qəhrəman kimi belə deyək, təqdim olundu. Məncə Tilovu digər layihələrdən fərqləndirən əsas məqamlardan biri bu idi. Qadınların belə deyək, problemlərinin səsləndirilməsi, onların belə deyək, ağrılarının, acılarının çatdırılması, problemlərinin çatdırılması hardasa tamaşaçı daha çox təsir eləyir deyəsən. Və bu belə Nigar kimi obrazlar azdır. Yəni qadın xarakter, Obrazlar bizim xanım, xanım obrazlar biraz azdır. Onu biraz deyəsən çoxaltmaq lazımdır. Ona görə ilk idi əslində. Bizim cəmiyyətdə qadın problemləri o qədər də qabardılmır. Ümumiyyətlə danışılmır da bu barədə. Məncə Tilov gözəl bir proyekt idi, çünki istismara uğramış qadınların səsi olmaq çox gözəl bir hisdir. Bəlkə də buna görə tamaşaçılar tərəfindən sevildi, seçildi. Hazır üz-üzə gəlmişkən, böyük Nigarın yerində olsaz, gənc Nigara əsas tövsiyəniz nə olardı, əsas sözünüz? Onun üçün yenə demək istəyirəm, əsas ümid rəfiqəsi idi. Bəlkə onunla köçüb getsəydilər bəlkə şəhərdən, qaçsaydılar, daha qorusaydı onu keçmiş həyat yoldaşından, qorumağı daha belə cəhd eləsəydi, hardasa onlar əl-ələ verib yeni həyata addımlaya bilərdilər. Ya özün qaç get, başqa bir həyat qur özün üçün. Belə deyərdim ki, o pis insanlardan uzaq dur. Səni yaxşı son gözləmir. Böyük Nigara, qayıtma. İndi hara getmirsən, ged orada qal. Bakıdan qayıtma. Adaya qayıtma. Niyə qayıdır? Cəmaatı qırmaq üçün niyə qayıdırsan? Spoiler vermə. Hamısı evə getsin. Amma baxsın da mən də onu deyirəm. Baxın da. Necə ürəyimiz partlayır, danışmaq istəyir. Təzəsi gəlir. Həm mələyin özündə spoiler olmayıb əslində. Onu bir də danışaq. Ssenarinin, yəni gedişatını bilməmisən. Bilmirdim ümumiyyətlə. Sən necə reaksiya verdin məsələn bir 10 il sonrakı Nigarın belə qətllər törədəcəyini görəndə, törətdiyini görəndə? Mən ssenarini öyrənəndə, mən çəkilişdən sonra bilmirdim Nigar kimisə öldürür. Çünki ssenarinin tamamı məndə yox idi. Məndə öz yaşadıqlarım var idi. Hardasa üstündən bir il keçəndən sonra eyni komanda ilə görüşəndə mənə dedilər ki, xəbərim var da, bəs hamını böyük Nigar öldürüb. Dedim belə nə? Kimi? Niyə öldürüb? Sonradan başa düşmədim. Amma sonra serial başlayandan sonra tutdum ki, deməli qız öldürübmüş hamını. Bilmirdim mən. Ona da sürpriz oldu. Amma məndən soruşur, bəs nə olub be? Sən danış da. Mən də bilmirəm. 3-cü, 4-cü seriyada başa düşdüm ki, qız öldürüb. Bilmirdim, xəbərim yox idi ki, ssenari tam şəkildə verilməyib. Hardasa fikirləşirəm ki, bilməməliymiş. O Nigar hardan bilirdi ki, gələcəkdə nə baş verəcək? İndidən niyə bilsin və o hissləri keçirsin? Həm də səbəbləri o yaşadığı üçün ola bilər. Məncə rejissor yaxşı eləyib, mənə verməyib. Çünki az yaşlı bir aktyora onu versən, məncə onun oyununa təsir edə bilər. Əlbəttə, yəni o baxışlarında, jestlərində hər hansı bir artıqlıq, əksiklik ola bilərmiş. Həm də ki,
niyə görə biləsən ki, gələcəkdə nə olacaq? Sən bu dövrü oynamalısan, bu dövrdən xəbərdar olmalısan. Gələcəyindən xəbərdar olsan, bəlkə də hardasa yanlışlıq edə bilərdin. Hər ikinizə də bir daha təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz. Biz təşəkkür edirik, siz sağ olun. Həqiqətən mən həmişə bunu deyirəm. Biz olayda jurnalistdən əlavə bu yaxşı layihələrin, keyfiyyətli layihələrin bir əsas izləyicisiyik. Biz həmişə izləyirik, sonra öz aramızda müzakirə edirik deyə çox sevinirik belə layihələr çıxdıqca, belə oyunlar olduqca. Biz son olaraq Nigar kimi eyni taleyi yaşayan həmcinslərinizə nə deyə bilərsiniz? Məsələn, bir kəlmə, bir cümlə onlar üçün. Tək olmadıqlarını bilsinlər doğrudan. Çünki insan elə şeylər yaşayanda biraz özünü tək hiss eləyir. Hər cürə zorbalıq, zorakılığa məruz qalanda tək hiss eləməsinlər. Tək deyil doğrudan. Heç kim tək deyil. Kimdənsə yardım istəməyə utanmasınlar. Heç kim öz problemini deməyə, cəmiyyətdə danışmağa utanmasınlar. Qadınların səsi var və o səslər eşidilir artıq. Belə problem yaşayan insanlar doğrudan da hər kəsdən təcrid olunurlar, hər kəsdən uzaqlaşırlar, fikirləşirlər ki, bu insanlar mənə pis elədirsə, deməli, bütün insanlar pisdir. Yox, bütün insanlar pis deyil, yaxşı insanlar var həyatda, ümid həmişə var, ümidinizi itirməyin, hər şey yaxşı olacaq.